Pak İslam elminin ən böyük xəzinəsi Qurana lazımi diqqət və qayğı göstərməkdir. Quran imanı gücləndirən, yəqin inancı qüvvətləndirən və imanı qəlbdə dərinləşdirən möcüzəvi bir kitabdır. Allah Azza və Cəllə buyurur: وإذا ما أنزلت سورة فمنهم من يقول أيكم زادته هذه إيمانا فأما الذين آمنوا فزادتهم إيمانا وهم يستبشرون قال عز وجل إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم وإذا تليت عليهم آياته زادتهم إيمانا وعلى ربهم يتوكلون الذين يقيمون الصلاة ومما رزقناهم ينفقون أولئك هم el-mu'minun haqqa. Quranın təsiri haqdır. Bu möcüzəvi bir təsirdir. O imanı möhkəmləndirir, qəlbdə kökləndirir və qulu uca Allaha bağlayır. Amma bu təsir sadəcə oxumaqla, düşünmədən, mənanı dərk etmədən, ayələr üzərində təfəkkür etmədən əldə edilmir. Ona görə də Allah Teala buyurur: Kitabun enzelnahu ileyke mubarakun liyedebberu ayate ve liyetezekkera ulul albab. Qala celle ve ala efela yetedebberunel Kur'an ولو كان من عند غير الله لوجدوا فيه اختلافا كثيرا قال جل وعلا أفلا يتدبرون القرآن أم على قلوب أقفالها. Subhanallah, bunu bilməliyik ki, Quran üzərində düşünmək insanı iman zəifliyindən və azğınlıqdan qoruyan bir sipərdir. Quranın hidayətindən həqiqi mənada faydalanmaq yalnız düşünmək və təfəkkür etmək ilə mümkündür. Quranın ehtiva etdiyi mənalar qəlbdə kök salanda mömin qul Allahın izni ilə onu geri dönməkdən, azmaqdan və aldadılmaqdan qoruyan möhkəm bir qalaya sığınmış olur. Allah Azza və Cəllə Müminun surəsində buyurur: قد كانت آياتي تتلى عليكم فكنتم على أعقابكم تنكصون مستكبرين به سامرا تهجرون أفلم يدبروا القول. Əgər onlar Allahın sözləri üzərində düşünmüş olsaydılar, geri dönməzdilər. Onların təfəkkürü onları azmaqdan və imandan dönməkdən qoruyardı. Deməli, bu azğınlıq və uzaqlaşma Quranı laqeyd buraxmağın nəticəsidir. Quran hidayət və həqiqi səadət kitabıdır. İnne hâzel Kur'an yehdi lilleti aqwam. Quran-ı Kərimin hər bir hissəsi hidayətdir. Quran oxuyarkən fikrim bu olmasın ki, surəni nə vaxt bitirəcəyim. Əksinə belə düşün, mən nə vaxt Quranla hidayət tapacağam, mən nə vaxt ondan həqiqətən faydalanacağam, mən nə vaxt Quran əhli olacağam. Quran əhli kimlərdir? Allahın əhli və ona ən yaxın olanlar Quran əhlidir. Amma Quran əhli sadəcə onu əzbərləyənlər və ya düşünmədən oxuyanlar deyildir. Həqiqi Quran əhli Allahın kəlamını anlayan, onunla əməl edən və həyatını o sözlərə uyğun quranlardır. الذين آتيناهم الكتاب يتلونه حق تلاوته أولئك يؤمنون به. Quran əhli Quranı layiqincə oxuyarlar. İbn Abbas radiyallahu anh və bir çox alimlər demişlər, onlar Qurana layiq olduğu kimi tabe olurlar. Yəni onu layiqincə oxumaq sadəcə səslə oxumaq deyil, onun əmrlərinə tabe olmaq, onun göstərdiyi yolla getmək, onu haqqı ilə izləmək deməkdir. Bu, insanın mübarək Quran-ı Kərimin əhlindən olmasının əsl mənada izahıdır. Və həqiqətən də Quran-ı Kərimin tilavəti, subhanallah, əgər o təfəkkür və düşüncə ilə birləşərsə, insana hidayət gətirər. وأن أتلو القرآن فمن اهتدى فإنما يهتدي لنفسه. Quran oxumaq hidayətə aparan böyük bir qapıdır. Amma bu yalnız təfəkkür, düşüncə və anlayışla, yəni uca və izzət sahibi Allahın kəlamlarını dərk etməklə birləşəndə gerçəkləşir. Sadəcə oxumaq kifayət deyil, oxunan ayələrin mənasına varmaq, onlar üzərində düşünmək və Allahın sözlərinin məqsədini anlamaq. Bu, insanı həqiqi hidayətə çatdıran yoldur.